Sen sonuncu nefesini verende. Bir gün nefesini vereceksen ve artık bir daha nefes almayacaksan. Qorxu bütün varlığını bürüyəcək. Mələklərə deyə bilməyəcəksən, gözlüyün, mən hələ hazır deyiləm. Həmin an illərlə anlamadığın şeyi nəhayət anlayacaqsan. Dodaqların və dilin tövbə sözlərini demək istəyəcək, amma artıq sənə tabe olmayacaq. Və anlayacaqsan, mümkün olan hər şey geridə qalıb. Həmin an yaxınların birinci anlayacaq. Kimsə qışqıracaq, kimsə səni adınla çağıracaq, çiyinlərindən silkələyəcək, göz yaşları içində deyəcək, getmə, xahiş edirəm, bizi tərk etmə. Otaq ağlama səsləri ilə dolacaq, artıq heç nəyi dəyişə bilməyən sözlərlə və bir ağrı ilə. Onu eşidəcəksən, amma artıq cavab verə bilməyəcəksən. Və səni artıq onların ağlaması narahat etməyəcək. Səni narahat edəcək olan şey məhz indi başlayan şey olacaq. Artıq sən özünə aid olmayacaqsan. Bədənin başqalarının əllərində olacaq. Üstündən paltarlarımı çıxaracaqlar. Qiymət verdiyin, seçdiyin, önəm verdiyin paltarları. Səni yuyacaqlar. Suyun soyuqluğu bədəninə toxunacaq. Amma artıq diksinə bilməyəcəksən. Səni kəfənə bükəcəklər. Sadə bir parçaya, fərqsiz, statussuz, adsız. Səni aparacaqlar. İnsanlar ardınca gedəcək. Kimsə dua edəcək. Kimsə susacaq. Kimsə isə bir saat sonra öz həyatına qayıdacaq. Amma sən yox.